qardaşım 40 yaşı olur. Bəli. Tam yama yaxın oturmuşdu, yaxaladım. Bəli. Evdə axıra düşəcək, ha? Mən Bu fikirləşim. bu günləri əziz qardaşımdan duyuyorum. Allah ona can sağlığı, uzun ömür versin. Amin. Həmişə elə bu belə sütlərdə başda otursun. Amin. Möhkəm olsun. Sağlam olsun. Ürəyində istəklərin, nə bilim, bu yaşında heç olmasa bir 80% inşallah həyata keçsin. Amin. Amin. Ruzulu bərəkətli olsun, evin, ocağın, uşaqların. Əsasda sağlamcan. Mənim həmişə buna bir arzum olur ki, inşallah bəlkə bu il başında biraz tişirəm. Ən bir arzum olur. Amma biz onu elə sevirik. Biz onu elə sevirik, həqiqətən. Elə belə yaxşıdır. Elə belə daha qəşəng. Torpaq bəlkə bilir, əsər. Hər zaman belə var olsun, möhkəm olsun. Canı da sağlam olsun, ailəsinin başının üstündə daim olsun. Amin. Amin. Çox sağ ol. Ruhim bəy, buyurun. Gizlənməli deyil, Bəli, gizləməlidir. Təbrik edirəm. Öncə can sağlığı, xoşbəxtlik, həyat yoldaşı ilə sağlam, sevgi dolu ömür sürsünlər qoşa, iki balası minbuda olsun, göz dolu bəhrələrini görsünlər. Amin, amin. Həmişə ailəsinin başının üstündə, dostluqdan, qardaşlıqdan əksik olmasın, Allah bütün arzularını çatdırsın. Amin, amin. Buyurun, Məmmədov. Cənab Məmməd. Cənab Məmmədov. Ən birinci can sağlığıdır, əsas can sağlığı vacib olur. Can sağlığı Allah kölgəni ailənin üstündən hər şey eləməz. Amin. Həmişə mehribansılıq olsun, həmişə ən pisi belə deyək, gürək, yığılaq. Həmişə Bəli. şadlıqda oturaq. Amin, amin. Buyurun, Ülvi bəy. Bəli, estafeti sizə verdik. Mən də bütün təbriklərə qoşuluram. Şəxsi bir iki dənə təbrikim var idi, onu mesajda demişəm, onu heç kimdə deməyəcəm. Ya. Aramızda olanlar təbriklərə qoşuluram. Düz şeydir, klasik amma can sağlığı, çünki Yox, o vacib. canı sağlam olmayanda bal da zəhər kimi gəlir adama. Yəni əsas can sağlığı, sevdiklərin, sevdiyim dediyin hər kəsin də can sağlığı ona qoşulsun. Amin. Bərabər, necə deyim, gözəl illər, həyatda da bir qarın az, bir qarın tox, bir gün yaxşı olar, bir gün pis olar, amma bu heç vaxt münasibətə, sevgiyə, heç vaxt necə deyim, aradakı olan dostluğa, hörmətə təsir eləməsin. Əsas olardı, 100 yaşa, xoşbəxt yaşa. Amin. Övladların da ki, özünüzə qurduğunuz xəyalların 10 qatı qədər, yəni həmişə yaxşı yerlər də görəsiniz. İnşallah, inşallah. Amin. Buyurun. Ruslan mənim xalam oldu. Özəl çox istədiyim xalalardandır. 40 yaş elə yaşlı ki, ömrün yarısını, yəni 80 ildən 90 il, Allah 100 nə qədər istəyir ömür versin. Amin. Amin. Amma orta yaş hesab olunur. Gənclikdən çıxan yaş hesab olunur. Mən səni həqiqətən nəslin ağsaqqallar sırasında görməyi sənə arzu edirəm. Həqiqətən elə yaşad olasan ki, kamil olasan, ağsaqqal olasan. Yox, o Qırışlatılar yandı da. bax, gənclik qutardı, o gənclik yaşında olur. Ağsaqqallar adətən olur. Mən Ruslan yaxşı atadır. Ruslan yaxşı atadır. Mən analiz edirəmdə qıraqdan baxıram ki, övladları üçün hər şey eləməyə çalışır. Günay da yaxşı anadır. Həqiqətən yaxşı paradılar. Tam tapılmış yaxşı paradılar. Həqiqətən maşallah. Əlin alıyor. Allah sizi mehriban eləsin. Amin. Bir yerdə qocatsın. Yəni biz vaxt gəlsin ki, bir 40 ildə keçsin, 30 ildə ki, bax bu günü xatırlayıb, yenə də sizin övladlarınız 40 yaşında burada oturmuş halda bizə bir söz desin. Amin, amin. Amin. Sənin telefonun neçə? Ortada özümüzü apardım. Olay 40 yaşında biz de oturalım. Buyurun, Eldar müəllim. Sözü sizə veririk ata kimi. Verək, birinci siz danışın. Allah mənim rəhmətlik olmam. Allah rəhmət eləsin. O bir söz var, deyir mənim ilk havımdır bu. Birinci övladımdır. 2 övlad böyütmüşəm və bir də onların tərbiyələrini ki mən vermişəm, ictimaiyyətə o cürə təqdim eləmişəm. Və Göz qabağındadır. razıyam hər ikisindən. Heç vaxt mənim
sözümdən çıxmıyorlar. Və ailələrində də ideal ailədirlər. Allah xoşbəxt eləsin. Nə arzum olarlar, onlar bağlarını toyda iştirak edir. Amin, amin Allah. Danışırmıyorum. Buyurun Şəhla xanım. Halı cəmiyyət. Mən də hesab edirəm, Ruslan təbrik edirəm. Amma bunlar Bugün ne güzel gündü. Evladınızın 40 yaşı olur. bir ikisini də sonra da. Xoşbəxtlik arzulayıram. Günay ilə bir yerdə həmişə bir Amin Allah. Bu da oradan alıyor. Buradan alıyor. Göz yaşlarıdır. De mama sen de de. Göz yaşları. Sen. Yaşın xeyirli olsun Ruslan. Allah səni neynimizin deməyəsən. Ailənin yanında olasan həmişə. Sevdiklərin əhatəsində olasan. Xeyirli insanlarla qarşılaşasan. Neynimizin deməyəsən bala. Amin Səni Allah. xoşbəxt eləsin. Evlatların xeyrini görəsən inşallah. Amin inşallah. Buyurun. Kardeş arvadı. Təbrik edirəm Ruslan. Allah can sağlığı versin. Bura baxın. Allah can sağlığı versin balalarınla, ailənlə, sevdiyin insanların əhatəsində inşallah qocalasan. Allah qocalmağı qismət eləsin. Əlbəttə ki, amin inşallah. Xeyirlisi ilə. Çox başka şeydir. Bir növbəti bir 40 ilin tamamında da inşallah yenə Burada olacağımız. Həmişə. Bundan böyük evdə. onda inşallah baba olub oturasan stolda. İnşallah. Amin inşallah. Amin inşallah. Mən razıyam. Buyurun Nergis xanım. Sizin de arzularınızı eşitmək. Təbrik edirəm. Sənin hansı da bizim hər birimizin əlindən keçəni dedi. Təbrik edirəm Ruslan. Biz səni çox istəyirik. Yaxşı ki varsan. Hər zaman ailənin başında olasan. Günayla bir yerdə. Amin Allah. Günayla bir yerdə. Bəli buyurun. Kiçik var. Ya heç olmaz. Heç olmaz de. Allah sizi bir yastıqda qoyacaq, həqiqətən. Təbrik edirəm mən də Ruslan səni. Neçə gözəl yaşlara inşallah. Ən əsası cansağlığı arzu edirəm Ruslana. Sağlam həyat, sevgi dolu həyat. Adam bilmir, bura baxın. Elə sən ona bax. Bura çıxış. Sənə baxın. Bura çıxış edim, yoxsa Ora bax, şey həmişə ona baxayım. Düzdür, düzdür. Hə. Əsas yəni yenə dediyim kimi sağlıqlı, huzur dolu həyat arzu edirəm sənə. Bərəkətli, sevgi dolu, sevinç dolu. Yəni ən pis belə olsun. Ətrafında həmişə səni çox sevənlər olsun həqiqətən. Çox sağ olun. Gözəl yaşlara. Əfə xanım, bayaqdan əziyyətinizi çəkirsiniz. Buyurun. Mən də bugün 40 yaşım olur da. 40 yaş nə deyirlər? Bu gəncliyin enerjisi ilə kamilliyin qovuşduğu tam nöqtədəsən. Hibrit yaş deyə bilərik. Zirvəyə yaxınlaşmısan. Yəni mən deməyim zirvədəsən. Zirvəni 50 uca hesab eləyirlər. Sonra zirvənin tam yaxınlığındasan. 40 yaş elə bir yaşdır ki, insanın özünə inamı çoxalır, özgüvəni artır. Artıq həyat səni yoğurub, təkmilləşdirib, kamilləşdirib. Mən çox arzu eləyirəm ki, necə deyim, o həyat eşqini, həyat enerjini heç vaxt itirməyəsən. Mühüm olan da odur ki, insanın yaşı artdıqca içindəki o mərhəmət duyğusunu heç vaxt itirməsin. O da ki, səndə var. Bu böyük keyfiyyət. Mən səni təbrik edirəm. 100 yaşa, Allah sənə can sağlığı versin. Həmişə ailənin yanında olasın. Həmişə ata kimi süfrənin başında qürur hissi ilə oturasan, balaların arxasında dağ kimi dayanasan. Çox sağ olun. Amma mən bir daha bir şey deyim ki, indi həyat yoldaşını, yox, bu sən ən qoyun. Elə heç saxlamırdım elə, mən də səni indi səsə. Həyat yoldaşı, xahiş edirəm, bir kəlməylə yoldaşı izah elə bilir. Biz bilmirik. Biz bilmirik. Allah inşallah qismət eləsin. Həmişə yanbayan olar. Amin, amin, amin. Amma məsələn, bir də 2-3 sözlə məsələn, Ruslanı bir bizə izah elə, bir də bu yaşında. Bəli. Ayıbdır da. Yox, onda da belə yaxşı. Yox, bu yaşında da belə. Mərhəmətli. Çox sağ ol. Mərhəmətli. Mərhəmətli. Ən mərhəmətsiz də bu olub çıxmış amma. Allah'ım. Çok mutlu dedi. Sən ancaq kamillidir o. Amma mən sizə bir söz deyim ki, həqiqətən Ruslan öz çəkisi olub, özünün
Sambalı olub. Yox, sən başqa şey deyim. Həqiqətən də Günay Ruslanı çox istəyib. Yəni Ruslan da onu həqiqətən mən onu hiss eləmişəm. Allahın O olsun. istəyi Yəni olub, onların ikisinin hörmətini bir-birinə bilən- xüsusi Bəli. istəyi olub. Allah başa can eləsin. Amin. Bu evə də həmişə xeyir işlərə gəlir. Amin. 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 Mən də eləyirəm, bu gün sürprizlər çox oldu. İçəri girişdən bildik, çəkdik, indi onlara da baxacağıq. Hamıya ən doğrudan da belə ən çəkiliş yaxın adamlar, ən sevdiyim adamlar yanımdadır. Ad günümə gəlmişik eləyirəm. Hamıya təşəkkür edirəm. Gözəl sözlərinizə görə çox sağ olun, var olun, həmişə bir yerdə olun. Amin. Allah.